Bir sual paylaşmışdıq Dəli Kürlə bağlı. Dəli Kür adlı sınaqdan idi. Yəni sınaqdakı bütün suallar Dəli Kür əsərinə aid idi. Qeyd edeyim ki, bu sertifikasiya üçün yox, MİQ üçün olan sınaq paketlərimizdən idi. Yəqin ki, məlumatınız var. MİQ və sertifikasiya imtahanları çətinlik dərəcəsinə görə və çərçivə sənədinə görə demək olar ki, eynidir. Demək olar ki, kiçik fərqlər var. Çərçivənin ədəbiyyat fənni üzrə 4 dənə fərq var. O fərqlərdən biri də Dəli Kür əsəri ilə bağlıdır. Dəli Kür əsərinin orijinalı MİQ imtahanlarına düşür. Orijinalı yoxdur. Orijinala yaxın o əlavə hissəsi. Sertifikasiyada isə yalnız orta məktəb hissəsi düşür. Bu MİQ üçün olan sınaq paketlərimizə daxil olan Dəli Kür adlı sınaqdan bir sual idi. Sualı yəqin ki, görmüsünüz. Görməyənlər də baxa bilər suala. Deməli, bu sualda həm o struktur olaraq bəzi məsələlərlə tanış olmağınız lazımdır. Yəni, obrazın ətrafdakılara münasibəti, ətrafdakıların obraza münasibəti çox düşən məsələlərdən biridir. Həm məntiq olaraq, məsələn, burada deyir ki, fikirlərdən ikisi doğru yanlışlığına görə digərlərindən fərqlənir. Yəni, siz baxırsınız ki, burada 5 dənə fikir var. Və bu 5 fikirdən ikisi fərqlənirsə, deməli, ya ikisi doğru, 3 yanlış olacaq, ya ikisi yanlış, 3-ü doğru olacaq. Yəni, bu 2 dənə fərqli hansısa onu tapmalıyıq. Yəni, şərtdən hələ biz bilmirik ki, bizə doğrular lazımdır, yoxsa yanlışlar. 5-ini də tapmalıyıq, sonra biz o qərara gəlməliyik. Həm də ki, sualın faktoloji hissəsi. Faktoloji hissəsi o qədər də çətin deyildi. Baxaq variantlara bir-bir. Məsələn, burada deyir ki, Çernyavski və Əhmədin ətrafdakılara münasibəti. Əhməd obrazı əsərdə yalnız tərcüməçi funksiyasını daşıyır və onun kəndlilərlə heç bir emosional və ya mədəni bağlılığı yoxdur. Bu yanlış fikirdir. Çünki o kəndlilərə həm də o baxımdan da bağlı idi. Hətta onlara deyir ki, mən də sizin kimi bir müsəlmanam. Yəni o demir ki, daha mən getdim, qıraqda oxudum, gəldim, mən tamam başqa insanam, Rüstəm kimi. Sonra, A yanlışdır. Çernyavski kəndə gələrkən yerli adət-ənənələri tamamilə inkar edir və dərhal zorla ruslaşdırma siyasəti aparmağa başlayır. Yox, Çernyavskinin heç ümumiyyətlə belə bir zorla ruslaşdırma siyasəti və yerli adət-ənənələri inkar etmək kimi bir xüsusiyyəti yox idi. O, işin daha çox o maarifçi tərəfində idi. Düzdür, bu maarifçilik də bir gedib ona çıxarırdı əslində. Elə əsərdə də bunu görürük. Amma yəni Çernyavskiyə bu fikri aid eləyə bilmərik. A da yanlışdır, B də yanlışdır. 5 fikirdən ikisi yanlışdır. Keçək indi o birisi tərəfə. Ətrafdakıların Çernyavski və Əhmədə münasibəti. Molla Sadıqın müqaviməti sadəcə dini deyil, həm də kənd üzərindəki ideoloji və mənəvi hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Bu doğrudur. Yəni o kənddə təhsil verən bir obraz idi, amma cəmaət artıq ona qarşı çıxmağa başlayır ki, sənin nəfəsin ağırdır, uşaqlar başa düşmür. Bu isə deyir ki, yox, onlar körə fəhimdir, ona görə başa düşmürlər. Yəni burada artıq görür ki, bunun ziyanına gedən şeylər baş verir və cəmaatı da bir qədər manipulyasiya edir. Deməli, C doğrudur. Kəndlilərin aqressiyası onların elmə və həmin şəxslərin fərdi hərəkətlərinə olan nifrətindən deyil, yad mədəniyyətin onların kimliyini məhv edəcəyi barədə manipulyasiya olmalarından doğur. Bu fikir doğrudur. Elə bayaq dediyim kimi orada belə bir fikir də keçir ki, uşaqları oxutmaq adı ilə aparıb aldatmaq istəyirlər, boyunlarına xaç salmaq istəyirlər, yəni xaçpərəst eləmək istəyirlər. Deməli, bu da doğrudur. Deməli, 2-2-dir hələ ki. Hər şey asılıdır E variantından. Şamxal və Əşrəf atalarının qəti etirazına baxmayaraq, onların tərəfinə keçərək məktəbin tikilməsinə kömək edirlər. Belə bir epizod yoxdur əsərdə, bu da yanlışdır. Deməli, A, B, E yanlışdır, C ilə D isə doğrudur. Düzgün cavab olur həmin 2 dənə, C ilə D. Düzgün cavab C-dir. Və maraqlıdır ki, belə bir cavab gəlmişdi bu suala. 5 variantın 5-ini də səhv cavablandırmışlar. Amma yekunda nəticə doğru çıxırdı. Çünki onlar fikirləşmişlər ki, A, B, E doğrudur, C, D yanlışdır, ona görə cavab C-dir. Hər bir halda cavab doğru çıxıbsa, imtahanda belədir. Bilməyib düz cavabı yazsanız doğru sayılır, bilərək çaşıb səhv cavabı seçsəniz səhv sayılır. Yəni, əsas son nəticədə orada seçdiyiniz variantdır. Arzu edirəm ki, imtahanda boş səhvlər eləməyəsiniz. Yəni, bildiyiniz şeyi belə, bildiyiniz səhv edən tələbələr olur bəzən. Yəni, gərginliklə bağlı, digər faktorlarla bağlı belə şeylər eləməyin, əziyyətiniz boşa getməsin.